Azərbaycan Prezidenti İlham Əliyev Efiopiyanın baş naziri Abiy Əhməd Əliyə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: Hörmətli cənab baş nazir, Efiopiya Federativ Demokratik Respublikasının milli bayramı münasibətilə sizi və xalqınızı öz adımdan və Azərbaycan xalq adından ürəkdən təbrik edirəm. Azərbaycan ilə Efiopiya arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Fevral ayında Azərbaycana səfəriniz çərçivəsində sizinlə məhsuldar görüşümüzü, apardığımız fikir mübadiləsini və müzakirələri yüksək qiymətləndirirəm. Səfər əsnasında Azərbaycan-Efiopiya əlaqələrinin gələcək fəaliyyət istiqamətlərinə dair əldə etdiyimiz razılaşmalar ikitərəfli gündəliyimizin əhatə dairəsinin genişləndirilməsi üçün yeni imkanlar açmışdır. Əminəm ki, dövlətlər arası əlaqələrimizin möhkəmləndirilməsi, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq potensialının reallaşdırılması istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik. Bu bayram günündə sizə möhkəm can sağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Efiopiya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.